Məktəbimə öyrənməm həmişə çox doğma və kövrək hissi. Hər zaman bunun arxasında müəllimlərimin, əziz sinif yoldaşlarımın hər zaman imzası dəstəyi oldu. Kaspi məzunu adını daşımaq mənim üçün çox böyük qürurdur. Mən 11 il burada oxumuşam. Buraya gələndə, bu qapılardan girəndə balaca uşaq idim, amma ayrılanda artıq bir gənc kimi qayıtmışam. Yenidən öz doğma məktəbimə qayıtmaq məndə çox xoşbəxt hisslər doğurdu. İllər sonra, yəni 11 il oxuduğum doğma məktəbimdə təzədən olmaq, yəni həqiqətən möhtəşəm bir hissdir. Xoşbəxtəm. Maraqlı keçən günlərimiz yadıma düşdü. Uşaqlarla bir yerdə olmağımız, bir yerdə toplaşmağımız və çox gözəl hissdir. Çünki yəni bu hissi başqa yerdə heç yanda ala bilmərik. Belə toplaşmaq tələbələr üçün, məzunlar üçün məncə yaxşı bir şeydir. Məktəbə yenidən şagird yox, tələbə olaraq qayıtmaq məni çox xoşbəxt elədi. 11 ildir burada oxuyurdum, 1-ci sinifdən bəri. Müəllimləri, sinif yoldaşlarımı görəndə xatirələrimiz yadıma düşdü. Bütün öz müəllimlərimə, hamısına dərin təşəkkür edirəm ki, bizi birlikdə topladılar. Mənim üçün çox duyğulu bir gündür. Mən çox sevincliyəm ki, burada sizinlə birlikdə iştirak edirəm.